Bismillahirrahmanirrahim. Selamun aleyküm ve rahmetullah. Hz. İmam Hüseyin aleyhisselam Kərbəlaya gəldikdən sonra Kərbəlada belə bir xutbə eləmişdi. Öz əhl-əyalına, dostlarına, yoldaşlarına, övladlarına. Ki o şəxslər ki onun ətrafındaydı, onlar həmin şəxslərə belə bir imam xutbə eləmişdi. Qeyd olunur ki, Hz. İmam Hüseyin aleyhisselam Allah'a həmd elədi, Hz. Peyğəmbərə salat və salam göndərdi və buyurdu ki, bizim başımıza gələn bu hadisəni görürsüz. Həqiqətən də dünyanın vəziyyəti dəyişib. Pisliklər, çirkinliklər aşkar olub və yaxşılıqlar, yaxşı işlər, fəzilətlər ortadan qalxıb. İmam Hüseyin aleyhisselam bu sözü ilə nəyə görə əhl-əyalını da götürərək şəhadət yoluna getdiyini və hədəfinin nədən olduğunu bu sözdən insan, hər bir şəxs, aqil olan şəxs bu sözdən ortaya çıxara bilər ki, İmam Hüseyin aleyhisselamın hədəfi nə idi əslində? İmam Hüseyin aleyhisselam bu sözü ki buyurur, həqiqətən də dünyanın vəziyyəti dəyişib, pisliklər aşkar olub və çirkin işlər aşkar olub, yaxşı işlər, fəzilətlər ortadan qalxıb. İmam bundan yaxşılığa dəvət və pislikdən çəkindirmək prinsipini ortaya qoyaraq bu sözü dedi ki, biz buna dində deyirik ki, əmr bil ma'ruf, nəhi anil munkar prinsip. Bütün peyğəmbərlərin prinsipi olub. Bütün Allah dostlarının prinsipi olub ki, insanları, cəmiyyəti, insaniyyəti yaxşılığa dəvət eləsin və pislikdən çəkindirsin. İmam Hüseyin aleyhisselam da bu xütbəsində söylədiyi bu söz imamın hədəfini ortaya qoyur ki, imam yaxşılığa dəvət edib pis işdən çəkindirməkdən ötürü səfər elədi və hədəfi də bundan ibarətdir. İmam aleyhisselam buyurur ki, insani fəzilətlərdən ancaq qabın içərisində qalan su damlaları qədər az bir şey qalıb. Yəni, yaxşı iş görən insanlar, həqiqəti görən insanlar, İslam üçün çalışan və dininə görə özünü ortaya qoyan insanlardan çox az qalıb. Çox az qalıb. Və əksəriyyət zillət və utanc dolu bir həyat sürməkdədir. Haqq üzrə əməl edilmədiyi və batildən uzaq qalınmadığını görmürsüz. İmam aleyhisselam belə buyurur və buyurur ki, bu cür halda, bu cür vəziyyətdə mümin Allaha qovuşmağı, yəni şəhid olmağı arzulayarsa haqlıdır. Yəni, çünki daha bundan artıq bir yol yoxdur. Bəzən ki, buyururlar, imam niyə şəhid olmağa doğru addımladı? Axı, özünü bəzi insanlar var ki, buyururlar ki, İmam aleyhisselam özünü təhlükəyə atdı. İmam aleyhisselam başqa bir yollardan istifadə eləyə bilərdi, başqa bir variantlardan istifadə eləyə bilərdi. Amma niyə şəhidliklə, şəhadətlə razılaşdı və şəhadət yolunu seçdi? İmam buradan bu sözü qeyd edir ki, imamın öz sözüdür. Haqqa əməl olunmadığı və batildən qaçınılmadığına görə imam artıq onun şəhadətlə başqa bir yolu yox idi. Çünki bu imam buyurur ki, mümin belə bir vəziyyətdə şəhadətdən başqa bir yol seçə bilməz. İmam aleyhisselamın şəhadətinə gətirib çıxardan əsas səbəblərini imam özü buyurur ki, budur. Yəni, batildən həmin zaman cəmaət qaçmadı. O cəmaət ki, batili görmədilər və haqqa da əməl eləmədilər. Və ona görə bu İmam Hüseyin aleyhisselamın şəhadəti ilə tamamlandı. İmam bir növ öz şəhadət, baş verəcək şəhadətinin səbəblərini ortaya qoyur. Ki, səbəb İmam aleyhisselamın öz bu buyurduğu mübarək kəlamında ortaya çıxır. Və imam belə buyurur ki,
belə bir vəziyyətdə ölümü səadət bilirəm ki, alçaqlığı mən qəbul etmərəm. Yəni bu cür vəziyyətlə razılaşım, bu alçaqlıqdır. Ona görə imam burada ölümü səadət bilərək seçir və sonuncu sözü bundan ibarət olur ki, İmam əleyhissalamın insanlar dünyanın quludular. Din isə dillərində dolaşır. Dinin sayəsində öz mənfəətlərinə uyğun gəldikcə və dinə əməl eləmək onların mənfəətlərinə uyğun gəldiyi müddətcə onu qoruyurlar. Dinə əməl eləyirlər. Elə ki imtahanlar, çətinliklər ortaya çıxdığı zaman dindarlar azalır buyurur İmam əleyhissalam. Bu da İmam əleyhissalamın vaxtında digər nüfuzlu şəxslər də vardı ki, cəmaət dinini gəlib onlardan soruşurdular. O zaman İmam əleyhissalamdan başqa bir sıra şəxslər vardı ki, cəmaət müraciət edirdilər. Onlar özlərini cəmaət içərisində daha alim göstərmiş şəxslər idilər. Ki onlar məsələn ikinci xəlifənin oğlu Abdullah ibn Ömər idi və onların içində Zübeyrin oğlu Abdullah ibn Zübeyr idi və digəri isə Abbasın oğlu, Abbas ibn Abdülmuttalibin oğlu Abdullah ibn Abbas idi. Bunlar o zamanın Peyğəmbərdən hədis nəql eləmək üçün dini əhkamı bilən şəxslər olaraq məşhur idilər o zamanlar. Və İmam əleyhissalam eyni zamanda onlara bu sözü vurğulamaqla bir növ həmin zamanın və digər şəxslər də vardı əlbəttə o zamanda həmin nüfuzlu şəxslər idi ki, onlar İmam əleyhissalama o zaman kömək eləyə bilərdilər, amma bu işdən özlərini kənara çəkdilər və İmam əleyhissalamı da şəhadət yolunda tək qoydular. Allahın və İzzət-i Cəlalına Allah təala bizləri İmam Həsən əleyhissalamla ayrı salmasın. Axirət aqibətimiz İmam əleyhissalamla məşhur olsun. Allah təala Kərbəla şəhidləri ilə, Əhl-i Beytlə, vətən şəhidlərimizi Əhl-i Beytlə, Kərbəla şəhidləri ilə məşhur və məruf eləsin inşallah təala.